Salam dostlar. İndi mən SAP PM modulunda fırlanan avadanlıqlar üçün planın yaradılması və həmin planlara cədvəllərin yaradılması və ona start verilməsi qaydasını izah edəcəm. Onun üçün bizim əlimizin altında belə bir avadanlıqların equipment nömrəsi, adı, SAP nömrəsi olan bir cədvəl olmalıdır. Plan qrafikmi və ya hər hansı bir siyahı. Tutaq ki, biz bu 4314-28 nömrəli avadanlığa plan yaratmaq istəyirik. Onun üçün SAP sistemdə yuxarıda sağ köşədə IP42 tranzaksiyasını qeyd edək və Enter düyməsini tıklayaq. Belə bir pəncərə açılır. Burada Maintenance plan nömrəsini bizə özü avtomatik verir. Biz seçməliyik burada Maintenance plan kateqoriyasını və strategiyanı. Fırlanan avadanlıqlar üçün Maintenance plan kateqoriyası Predictive Maintenance seçilir. Statik avadanlıqlar üçün isə Preventive Maintenance. İndi biz Predictive Maintenance seçək. Burada strategiyanı mütləq seçməliyik. Onu hardan seçirik biz? Onu biz tek kartanın, həmin avadanlığın tek kartasının strategiyasını götürüb buraya yazmalıyıq. Onun üçün əlavə bir pəncərə açaq. Deməli, tek kartalara baxış A03 tranzaksiyasına həyata keçirilir. Belə bir pəncərə açılır. Equipment xanasının qarşısını axtarış düyməsini tıklayaq və yuxarıda Functional Location Task List, Equipment Task List və General Task List alışqalarını qoyaq və yuxarıda saat işarəsi tıklayaq və gözləyək bizə tek kartalar açılsın. Tek kartalar açılır. Deməli bizdə bayaq nasos aqreqatı 5-6/8 idi. Ona uyğun biz nasosumuzun tek kartasını tapa bilərik bu tek kartalardan. Demək, baxaq görək burada o hardadır. 5-6/8. Onun qarşısında olan strategiyası 21.01.57. Biz onun üstünə delete edib, yəni seçib Ctrl-C etməni yadda saxlaya bilərik. Və yenidən bu planın strategiyasına qayıdıb, bu da artıq əvvəldən yazılmışdı, ona görə yaddaşda saxlayır. Həmin planın strategiyasını bura Ctrl-V edib xanaya salmış olur. Bundan sonra sadəcə Enter düyməsini tıklayırıq. Planın belə pəncərəsi açılır. Qayıdaq həmin cədvələ. Deməli, avadanlığımızın adı nasos aqreqatı 5-6/8. Yuxarıda planın başlığını yazırıq. Sonra equipment nömrəsini birbaşa ilə burada yaza bilərik. Equipment xanasına. Fırlanan avadanlıqları equipment xanasına equipment nömrəsini yazmalıyıq. Statik avadanlıqlara isə əgər statik avadanlıq olarsa Functional Location, yəni Functional Location təsvirini bura yazmalıyıq. İndi equipment xanasını bura qeyd edək. Və yaxud heç equipment nömrəsini bilmirik, avadanlığın asset nömrəsini bilirik. Onda asset nömrəsini götürüb bu equipment xanası qarşısında axtarış pəncərəsini tıklamaqla belə bir pəncərə açılır. Asset nömrəsi xanasını asset nömrəsini qeyd edirik. Company kod 3000 yazırıq və Enter düyməsini tıklayırıq. Həmin nasosun equipment nömrəsi və adı burada çıxmış olur. Bunun üzərinə 2 dəfə tıklasaq, həmin equipment nömrəsi equipment xanasına düşmüş olur. Yəni bu cürdə biz equipment nömrəsini tapa bilərik. Bundan sonra sadəcə Enter basırıq və bizə növbəti addımda order tipini istəyir. Order tipinin xanasının qarşısında axtarış knopkasını basaq və buradan deməli biz birinci dəfə planı yaradanda nə seçmişdik? Predictive Maintenance plan. Həmin o Predictive Maintenance planı tapırıq, orderini tapırıq. Baxırıq ki, ZM04 yazılıb qarşısında və onun üstünə 2 dəfə tıklasaq,
həmin xanaya ZM04 düşmüş olacaq. Yenidən Enter düyməsini tıklayaq. Avtomatik bütün xanalar öz məlumatlarını tapmış olur. Burada Maintenance Activity Type 007, yəni texniki xidmətdir. Bizdə elə nasoslar texniki xidmətdən başladığı üçün elə bu cürdə saxlayırıq. Maintenance Planner qrup 102 Rotating qaz emalı zavodu, qazdan benzin ayıran qurğu, bir nömrəli qurğu. Növbəti addımda aşağıda baxın belə bir task list qrup yeri var. Onun qarşısında bu binokl işarəsini select task list basaq, task listin pəncərəsi açılır və orada yuxarıda sol köşədə saat işarəsini basaq, həmin strategiyalara 2.01.50 strategiyaya uyğun bütün avadanlıqların task listləri açılmış olur. Bizə lazım olan buradan task listi seçirik. 568. Onun üzərində tıklasaq, task listin nömrəsi, adı həmin bu plana birləşmiş olur. Sonra keçirik Maintenance Plan Scheduling Parameters xanasına. Burada Call Horizon nə deməkdir? Yəni biz burada neçə faiz Call Horizon qoysaq, məsələn 90 yazsaq, o deməkdir ki, təmirə 10 gün, 10% qalmış, yəni belə deyək də 1 ay qalmış. 1 ay qabaq sizin üçün bu plan sifariş yaradılacaq, təmir sifarişi. Ona görə 90% burada qeyd edirik və schedule period, yəni bizim təmiri planlaşdırılacaq illərin periodunu istəyir. Bizdə burada day seçilib, yəni gün. Ona görə burada gün qeyd etməliyik. Məsələn, bir ilimizdə 365 gün var. Biz isə indi may ayından başladığımız üçün artıq 365 yox, 7 aydır. 7 ayımızda edir təxminən 210 gün. Orada yazılır 210. Çünki 365 yazsaq, bu işə bizə 26-cı ilə də başlayacaq planlaşdırmağa. Əslində elə 365 gün də bura yaza bilərik. Çünki biz əvvəl məcburi sifarişlər yaradırdıq. İndi artıq plan özü yaratdığı üçün bunun heç bir qorxusu yoxdur. 365 gün bura qeyd edirik. Keçirik Maintenance Plan Additional Date xanasına. Burada Soft File xanasının qarşısında bu axtarış qalçıqasını bassaq, 2 avadanlıq çıxır burada. Elektrik Work Center, Mechanical Work Center. Bizimki Mechanical olduğu üçün Mechanical seçirik. Bundan sonra tamam bütün xanaları doldurmuş oluruq. Və burada bir də Maintenance Plan Schedule Parametrs'də Start Contour Reading. Yəni biz hansı saatdan, moto saatdan start vermək istəyirik bu plana. O saatı burada qeyd edə bilərik. İndi ona görə biz burada sadəcə 0 saat nəzərdə tutaq. Deyək ki, bu avadanlıq 0 saatdan başlayır işləməyə. Bu parametrləri doldurduqdan sonra sadəcə save edib çıxırıq. Save etdikdə bizə plan nömrəsi avtomatik aşağıda görsənəcək. Gələcəkdə o plan nömrəsi bizə cədvəllərin yaradılmasında istifadə etmək üçün lazım olacaq. Bu qədər. Təşəkkür edirəm. Sağ olun.